Salam, hər vaxtınız xeyir olsun. Biz köçürük Oğuza. Bəli, 3 günlük də olsa Oğuza köçürük, yeni köç etmiş sayılırıq. Çünki inanın, uşaqların geyimi o qədər çox olur ki, yəni köçürük desəm yeridir. Biz artıq 2 ildir ki, Oğuzda oteldə qalmırıq. Qiymətlər həddindən artıq çox olduğuna görə artıq 2 ildir ki, kirayə ev tutub o şəkildə istirahət edirik. Bu dəfə atam, anam və bacımın qızı Səma da bizimlə gedir. Bizə görə Oğuz həm Şəkiyə, həm Qəbələyə, həm də Şamaxıya rahat yaxın olduğu üçün daha doğrusu bizə ora gedib gəlmək çox əlverişlidir. Bir növ, yəni bütün istiqamətlərə yaxın olduğuna görə bizim üçün ən uyğun seçimdir. İnanın, yeni adı istirahətdir. Əslində uşaqlar istirahət eləyir, böyüklər isə onlar üçün belə deyim də, onların istirahəti üçün əlindən gələni eləyir və sonda da yorulan böyüklər olur. Mən hər istirahətdən gələndə yorğun vəziyyətdə gəlirəm. Yəni heç istirahət üçün sanki getmirəm, yorulmaq üçün gedirəm. İndi isə yola çıxırıq. Qarşıdakı 3 gündə gəzdiyimiz yerləri, maraqlı anları və səfərimizin bütün detallarını sizinlə paylaşacağım. Ümid edirəm ki, bu vlogu izləmək sizə də xoş olacaq. Haydi, birlikdə yola düşək. Saat 12-yə qalır. Mən ağları yumuşam. Yəni birinin də üzərində ləkə qalmayıb. Baxın, bunu istifadə elədim. Ləkələrin üzərinə püskürtdüm. Bir yarım saat kimi mən saxlayıram. Daha sonra yuyucu vasitə ilə yanaşı bunun toz formasını da əlavə eləyirəm. Hardasa bir yemək qaşığı. Yəni gül kimi də, gül kimi tərtəmiz. Bir dənə paltarın üzərində ləkə görməzsiniz. Çox qəşəngdir. Bilirsiniz ki, yəni mən təriflədiyim məhsulları həmişə sizə tövsiyə edirəm. Yəni heç nəyi yalandan burada tərifləmirəm. Yəni istəyirsinizsə göstərim, Əsmanın bu köynəyidir. Baxın. Yəni tərtəmiz. Heç yerində bunda əslində xar tutun ləkələri var idi. Püskürtdüm üzərinə, yan tərəflərdə. Apardı. İndi bir partiyada yuyulmalı paltar var. Onları da yuyum. Yəni paltarla bağlı işlərimi bitirim ki, ən azından yəni bilim ki, bu cəhətdən rahatam. Özümə belə bir ayaqqabı aldım. Bacımgil mənim ayaqqabı zövqümü bəyənmir. Deyirlər ki, bazarda harda zövqsüz, babet tipli ayaqqabılar var, sən alırsan. Bilmirəm. Axır vaxtlar yəni ancaq rahat, həm geyim olaraq, həm ayaqqabı olaraq, yəni rahat bir şeylər istəyirəm. Yəni görüntüdən çox rahatçılığı məni belə deyim də cəzb eləsin. Rahat idi, geyindim, həm görüntüsü xoşuma gəldi, həm rahatçılığı xoşuma gəldi. Bunu aldım. Ayaqda da qəşəng görünür. Burada biraz rəngi tünd düşür. Baxın, əsl rəngi budur. O birisi tərəfdə olan biraz tünd düşür. Əsl rəngi budur ayaqqabının. Bu həftənin sifarişlərindən göstərim sizə. Əslində bir neçə sifariş də var idi. Sadəcə olaraq mən təcili olanları çatdırdım. Deməli, belə bir dəstimiz var. Bunu keçən vloqda da göstərmişəm. Orada tək nəfərlik idi. Burada isə taxt üçün hazırlanıb və prostinyası da rezinli olaraq hazırlanıb. Burada biraz tünd düşür, amma belə deyil də, rəng açıqdır. Hətta bunun üzərindəki olan mavilər də belə tünd rəng deyil. Burada qarıya oxşuyur, amma çox qəşəng mavi rəngdədir. Göy rəngdədir. Mavi yox, göy rəngdədir. Belə. Kənarı çərçivəli qulaqlı yastığımız var, 2 ədəd. Daha sonra belə bir dəstimiz var. Bu da taxt üçün hazırlanıb. Rezinli prostinyası var və 2 ədəd də sadə yastığı var. Daha sonra burada belə bir dəstimiz var. Bu o qədər maraqlı bir dəstim. Deməli, müştərimiz seçə bilmədi, seçim edə bilmədi.
Dedi, ağ da istəyirəm, çəhrayı da istəyirəm, qalmışam arada, bilmirəm hansını sifariş edeyim. Mən də dedim ki, gəlin belə eləyək, əgər sizə də uyğundursa. Deməli, prostinyanı seçək ağ, 2 ədəd yastıq üzü seçək ağ, 2 ədəd yastıq üzü çəhrayı rəng seçək və yorğanın da bir üzünü çəhrayı eləyək, digər üzünü də ağ eləyək. Bir dəfə ağ hissəni sərərsiz, ağ yastıqlarla yorulanda çəhrayı yastıqları qoyub çəhrayı rəng tərəfini sərərsiz. Beləcə hər iki rəngdən də sizdə olmuş olar. Müştərinin xoşuna gəldi. Bu fikir dedi, çox qəşəng fikirdir, elə eləyək. Ona görə də bunu 4 yastıqla eləmişik. Yorğanın üzü də bir tərəfi çəhrayıdır, bir tərəfi də ağ rəngdədir. Daha sonra burada belə bir dəstimiz var. Bu dəsti də çox görmüsünüz. Bu dəfəki dəstimiz 4 yastıqlandır. İkisi belə sadədir, ikisi də qırçınlı. Qırçınlı hələ hazır deyil deyə onu qoymadım bura. Qırçınlı yastıq üzü də bu parçadan olacaq. Sonra burada da belə bir tək nəfərlik uşaq üçün olan dəstimiz var. Bunu da görmüsünüz. Çəhrayı rənglə hazırlamışdıq prostinyasını. Bu dəfə müştərimiz belə ağ rəng istədi. Ona görə də prostinyasını belə ağ rəng işləmişik. Belə. İnşallah bugün bunları da çatdırım. Çünki dediyim kimi sonra rayonda olacağım və istəmirəm ki, müştərilərin sifarişləri geciksin. Nəhayət ki, qutumuz gəldi. Üzərində də adımız yazılıb. Sonra burada da öz paketlərimiz gəlib. Burada da həmçinin adımız yazılıb. Burada belə linklərimiz var. Nəhayət ki, bu da öz adımız yazılıdır. Belə. Bundan sonra sizin sifarişləriniz bu lentə sarılı formada bu qutunun içərisində və bu paketə qoyulmuş vəziyyətdə inşallah gələcək. Allah Məhəmməd yayın. Bismillahirrahmanirrahim. Atabilirsən necə otelə gedərik? Necə? O var ya balkonu. Afro oteli deyirsən. Yox qızım, onlar qiyməti qaldırıblar. Dayora getmirik. Nə danışıyorsun? Səni balkonu yerdən olan bir dənə otelə Başqa bir ev tutmuşuq, ora gedirik. Nənəyə də su götür, Səman. Adi su istədi, hə, sirab götür də. 2 dənə götür. Birini. Hə, eyb yox, qızacaq maşında. Bu da mənim. Mənimdir bu. Sən də bundan istəyirsən. Əsməyə də bundan götür. Sən durdun evdə. Yox, ondan yox. Söktük, töktük, qırdıq, dağıtdıq. Yox, elə ikisini də qazlı götür. Bir də zəhmət olmasa bunlardan verərsiniz də. 3 dənə verərsiniz. Necəsən? Sağ ol. Qəşəng görünürsən, dedim çəkim səni. Nöqtəsinə çatdıq. Əsma, buna bax elə. Onları hirsləndirəndə tüpürürlər də.
Nəyi? Nəyə gəlir? Təsir. Karosu. Keçsin. Yani filmleri var, ondaki bilirik. Dediğimiz Ay Allah, gözləri nə qəşəngdir. Gözlərinə bax ata. Lale, Leyla. Adları da var. Lale. Leyla hansıdır Leyla? Leyla budur. Çok değil. Ana yaxşıdır. Bunların en sevdiği yemek yok. Uzun verəcək. Ana. Başında Kerem var. Hüseyin nerede dostlaşmısan? Habibidir bu. Hoşuma. Ağzında qaldı. Ye də, ağzında deyir kələmi xoşlamırlar Samir. Hə, bəs niyə belə? Hə, deyirən çox kökü Əsma bu xoşdur. qəşəngdir, gəl bu. Dişləri dəydi əlimə. Hə, əşkək elə. Ada hamısını tökdün yerə. Tələsmə, tələsmə. Ya, onu da öyrət, yavaş-yavaş yeməyə. Подождите. Addımlama, geri addımlama, deyən yerində. Ay, qızım tutdu. Ay Samir. İstənir. Hə, hirslənib. Ona ister. Hə, ona istənir. Yanından gitti. Bir de bunu tükürmeye de çalışıyor. Hə. Ne olur ki tükür bize tükeldi. Ona tükürür bize tüker. Biraz korkudan tamamıyla korkuyor. Bu Hüseyin buna nə deyirdi? Samir neqır? Kara alpaka dünyada çok hastaydı o hayvanlardan. Ha. Buna istediğimiz gibi O toplam. adı nədir? James Brown. James Brown. Bu kızdan geldi. Onun yaşı var. Bari Takırlarında onu. Video çəkirəm. Şeydir də, zvizdədir. Çəkdim şəkil. Onun çünki dağıtırsın. Bu da çayın Başından da olur. rəhçisi ya. Doğrudan deyir. Oh my god. yunları bunların kurudu. Onlar kırklandı aslında ayakları bağlı. Yapraklar yapışıb başına. Dişler yumuşak olduğu için. Zaten bu boyda bir koyundan 7-8 kilogram yun almam mümkün. Yani koyun yunu bunlar. Ama bunlarda 2 kilogram, 3 kilogram yun olur. Bir meşok yun çıkır ama çeksi yok. Hüseyin saçı sənin saçın kimi. Çünkü terlenme dişlerinde yağlı yok. Ana nə qəşəng, ana ilə sakitdir yəni. Nə vaziş görüb də səndən ona görə. Bir dənə gözlər tək. Ay Allah. Göz gönə böyüdü. Tüm karar gözler. Hə. Ay Allah. Güldü yox bizi. Mən də göydü. Böyüdü, bu da kiçik. Abraham. İbrahim də elə. Hə. Yalan yox. Şey, neçə verirsən? Nə danışırsan? Bir də demək 10 dənə. 10 dənə. 10 dənə ver, amma ayrı-ayrı qoyduğundan tuzun zadın da bol olur. Bol deyəndə ki, o töksən də olsun. Hə. Ben burada 6 ettiremedim. Popcornumuzu da almışıq. Gəlib oturmuşuq. Kartingə gəlmişik. Deməli, atam, Hüseyin, bir də Samir. Üçü sürəcək. Mən də onları çəkəcəm. Əsma rahatlığını içirdən pozmur. Neçə uzadıb ayaqlarını özü üçün. Bu
Qırağda elə qəşəng qızıl güllər var ki. Hüseyin. Ata. Samir. Ata. Aşırdırdın. Aşırdırdım. Niye Təkəri. Yok. Hüseyin. Aferin. Sizi çaşdırırdılar. Sen var. Ben de seni götürüm bıçağıma gidin. Salam. Dinlemizin Nur Saçırı, bloger salamın. Ne kadar? 60 manat hesap olacak. Şeyin sen ne kadar? 75 manat. Sen bakıpsan da senin elindədir. 70 Esma. Ne kadar? Rəqəm de. Ana sen. 75. Mən də 80 manat deyirəm. Demiştim. Hə, indi görək, 80 da mən deyirəm. Deyən, Dədə. nə qədər? 50 manat. Doğrudan. Hə, nə yaxşı. Mən qorxmuyorum. Hazır ol. Telefonu açtım. Ha, qorxu üçün yoxdur. Allah'ın olsun. Mən qorxmuyorum. Biz səni tanımırıq. Kimsən sən oturursan? Biz rezerv eləmişik buranı. Hə. Əsma gəl bura bax. Əsma gəl bura bax, gəl bura bax. Yemeğe. Gedirik Şəkiyə. Bugün inşallah Şəkidə olacağıq. Orada gəzəcəyik. Burada indi Oğuzdayıq. Dəhşət isti var. Gedək görək Şəki necə olacaq. Nə gözəldir. Çayın bir dənə küləyi var belə qəşəng. Adama qəşəng külək gəlir. İsma, buz kimidir. Allah dağın qırağı ilə gedirik. Seninle o kadar Beşiktaş'ta. Bilmirəm biz bizi belə aparır, yoxsa elə ora gedən yol ancaq budur. Çox qorxulu yoldur. Vay vay. Tamam işte. Yavaş yavaş sanır. Sabit gelsin. Bunu da düşün. Bura Şəkidir, Şəki yaylası. İstirahət mərkəzi. Şüşəni belə bilərəkdən belə sındırıblar ki, qorxutmaq üçün. Hə. Gəldik, çatdıq Şəki yaylasına.
Samir orada bizi gözləyir. Çay içməyə. Amma elə qəşəng sərindir ki. Kanata minməyə gedir. Kebe bak kebe. Sağ ol. Birinci Hüseyni göndəririk. Qurban onu seçmişik. Sen qorxmursan? Yaraşır. Oo, nə qəşəng, nə qəşəng. Hə, kütüklə şəkinindir də. Bura gəlib kütük yeməmək olmaz. Şuhay vermədikləri. Ata o nə taxta qabı oxşuyur ha. Yox. Yox. Ha, Sarı nerede bunlardır? Sərin ala gəldi. Şüpheye geldi. Ne gidiyor? Ne dedi? Deneye bak çık bana. ata əzməliydin onu. Əsma kartuşkaları soyudur. Gəldik Əli Əhməd Şirniyyat evinə. Bilirsiniz ki, yəni Şəkidə ən gözəl paxlavanı burada hazırlayırlar. Şərqdə gələndə də biz buradan Şəki paxlavası mütləq alırıq. Bunlar da bizim aldıqlarımızdır. Təzə dad olaraq qaymaqlı Şəki paxlavasını yoxlayacağıq. Başqa ölkələr yalandır. Heyf deyil. Bir daha kanım onu da bağlayın. Sən bağla da. Belinə. Əlləri qaldırız. Değil. Evet, o tüyü Patışak oldu senin. Ha. Paduşaq oldu. Tamam. Təsbih o bir ola. Ama Təsvirinə bax ana. Ay ay yavaş. Ya ya. Ged otur ora. Vergilərin pulun qaldı. Vergilərin pulun qaldırın. Kırmızı vezir de otursun yanında. Yok lazım ben. Hə, düzəld olursun. Ay, sağ ol. Hə. Söykən də ha. Söykən. Hə, bu qoy yaxşı. De. Cənnət ya. Şəftaliyə. Gəlmişdik Şəki Xan Sarayına. Burada bağlı oldu. Biz də buradan şəkil çəkdirdik. Gedirik indi evə.